NPS göstəricisi nədir? NPS göstəricisi bizim müştərilərimizin bizim şirkəti öz dost, tanış, yaxınlarına nə qədər tövsiyə etdiyini bildirən bir çox vacib metrikdir. Ümumiyyətcə, müştərinin loyallığını yoxlamaq üçün iki vacib nüans var. Bunlardan biri müştərinin alış tezliyidir. Yəni, müştəri bizdən nə qədər sıx alış edirsə, deməli, o bizim davamlı və loyal müştərimizdir. İkinci vacib kritik məqam isə müştərinin bizi öz yaxınlarına tövsiyə eləməsidir. Biz bunu öyrənmək üçün müştərilərimizə bir sorğu ünvanlayırıq və onlardan soruşuruq ki, bizi öz dost, tanış və yaxınlarınıza nə dərəcədə tövsiyə eləyərdiniz? Və zəhmət olmasa 10 bal üzərindən qiymətləndirin. 1 desələr heç vaxt tövsiyə etmərəm, 10 desələr isə həmişə tövsiyə edəcəm mənasına gəlir. 1-6 bal aralığında qiymətləndirən şəxslər bizim xidmətdən razı qalmamış və hətta bizi pisləyə biləcək şəxslərdir. 7-8 bal aralığında bal verənlər isə bizim müştərilərdən, məhsullardan nə tam razı qalmış, nə də tam narazı qalmış şəxslərdir. 9-10 bal verən müştərilər isə artıq bizim xidmətlə məmnun qalmış, hətta bizi referans göstərə biləcək şəxslərdir.